Salam. 20 sınav imtahanının 11-ci sinif olan kitabı ilə tanış olaq. Birinci sınava baxaq. Əvvəlcə listening cavablasaq. Yəni də sualları açıq qoyun. Listening vaxtı asanlıqla çalışmanı işləyin. Testlər. Unit 1. Listen to the passage and answer the questions from 1 to 6. The blue man of the Sahara is a name for Tuareg people. People call them this name because they wear blue clothes. There are between 300,000 and 1 million Tuareg today. They have lived in the Sahara Desert for thousands of years. It is hot, dry, and windy there. Their lives are difficult because of the desert weather. The Tuareg don't live in one place. They move from one place to another to find water and food for their animals. It's difficult for them to keep animals without water and food. That's why they are obliged to move to other places. The Tuareg live in groups of 4 or 5 families. Everybody helps each other. The men take care of the animals. The women put up the tents. The Tuareg live and sleep in tents. Tuareg tents are usually made of animal skins, but today some Tuareg have plastic tents. Baxaq suallarımıza. What's the passage mainly about? Mətn nə haqqında idi? Which statements are false according to the passage? What's that? Sorry. Which statements are false according to the passage? Bəli, səhv yerə oxuyurdum, kitaba baxırdım. Deməli, mətnə uyğun olaraq səhvi axtarırıq. The Tuareg live in groups of 5 or 7 families. Tuareglər 5 və yaxud da 7 qruplar şəklində yaşayırlar. Bəli, düzgündür. Qələmimizi götürək. Bir dəqiqə. Bəli. Bir düzdür. They are obliged to move for living. Yaşamaq üçün bizə səhv istəyir. Yəni burada bir düz cavab kimi götürürük. False-dur. Onlar yaşamaq üçün move etməlidirlər, köçməlidirlər. Bəli, bu düzgün, ancaq bizim səhv istədiyi üçün bunu səhv kimi götürürük. They are called the blue men for wearing blue clothes. Onlar mavi geyindikləri üçün mavi insanlar adlanırdı. Bəli. The Tuareg live in one place. Tuareglər bir yerdə yaşayırlar. Xeyr, onlar bir yerdən başqa yerə köçürdülər. What's the passage mainly about? Mətn haqqındadır. The difficulties in the desert. Səhraların çətinliyi. The weather in the Sahara. Havadakı Saharanın havası. The Tuareg in the past. Tuareg keçmişdə. The Tuareg tents. Tuareg tentləri, yəni çadırları. The blue men of the Sahara Desert. Bəli, Sahara adasının mavi insanları. Complete the sentence according to the passage. The Tuareg people's lives are difficult because of Tuareg insanlarının həyatı çətindir. Niyə? Living in one place, bir yerdə yaşayırlar. Xeyr, onlar köçürdülər. They are living in groups. Onlar qrup şəklində yaşayırdılar. Xeyr. Finding tents to put up. Tentləri tikmək çətin idi. The desert weather, səhraların havası. Lack of water and food, bəli, su və qidanın çatışmazlığına görə narahat idilər onlar. Baxırıq digər suallara, discard edək. 4-cü suala baxaraq. Why do the Tuareg move from one place to another? Niyə bir yerdən başqa yerə köçürdülər? Əgər diqqətlə qulaq asdısa, burada deyir ki, to find food and their animals. Yaza bilsəm, yazacağım. Qoy görüm. Biraz səlqəsiz olur yazan zaman. To find foods, yemək tapmaq üçün və nə üçün? Food, to find food and their water
neydi? Ne deyirdi? To find food. Özlərinin yeməklərini tapmaq, bəli, food and water. Və sularını tapmaq üçün. Nowadays the Tuareg people, bugünlərdə Tuareg insanı necə yaşayır? Living in groups. Dedi orada qruplar şəklində yaşayır. Bilmirəm nə qədər səlqəli yaza bilirəm. Living in groups. Altını sal baxır, tent sözünü adjektivini istəyir. Onunla birlikdə işlənən sifəti tent bildiyimiz kimi çadırdır. Orada plastik tent dedi. Plastik çadırlar. Listeningə qulaq asan zaman çalışın, eyni vaxtda suallarda oxuyun. Əvvəlcə suallarla tanış olun, olsa imtihanda belə olur. Suallarla tanış olub, sonra listeningə qulaq asırsınız. Suallarla tanış olan zaman diqqət yetirin ki, əsas hansı sözləri sizdən soruşur, onları bir kənara qeyd edin. Məsələn, tent sözünün ilə işlənən sinonim deyirsə, sifət istəyirsə, tent sözünü qeyd edin ki, siz tent sözünü eşidən zaman hansı adjektiv eşitsəz, onu dərhal qeyd edə bilərsiniz. Ümumiyyətlə, listening inkişafləşdirmək istəyirsə, bu zaman siz çox qulaq asmalısınız və müəyyən bir müddət qulaq asın. Məsələn, 3 dəfə, 5 dəfə bir listeningə qulaq asın, hələ öyrənənə kimi. Ondan sonra o listeningi sürətləndirin bir dəfə. Əgər sürətli şəkildə başa düşürsünüzsə, sonradan geri qaytarıb normal hala bu listeningi qoyduğun zaman o zaman görəcəksiniz ki, necə də asan imiş əslində listening, necə də yavaş danışırlarmış. 7-ci suala baxırıq. It is normal to make mistake. It's normal to make a mistake or mistakes when you learn a language. Bəli, nə gözəl cümlədir. Dil öyrənən zaman səhv və yaxud da səhvlər etmək nədir? Normaldır. 8-ci suala baxırıq. English is the second most spoken language in the world. Bəli, İngilis dili dünyada ən çox danışılan ikinci dildir. English'in qabağında heç bir artikel olmur. The second bildiyimiz kimi sıra sayıları Z artiklı ilə işlənir. In the world da birləşmədir. 9-cu suala baxırıq. The government made an important decision last month. Last month'ın qabağında heç nə verilmir. The government deyirik çünki istənilən ölkə deyil. Bilirik ki, hər hansı bir ölkənin söhbət gedir ki, onun qərarından söhbət gedir. O ölkənin qəbul etdiyi qərardan söhbət gedir. Ona görə cavabımız İ-bəndir. 10-cu sualımıza baxırıq. Let's ask the doctor and learn the information about the patient. Bəli, gəlin həkimdən soruşaq, xəstə haqqında informasiya. Hansı həkim bilirik, hansı informasiya bilirik, ona görə Z article veririk. They have already spent a lot of time, money and effort on removing graffiti from streets. Bəli, burada heç bir article olmur. Spend a lot of time olur. Bilirik ki, a lot of article ilə işlənir. 12-ci sualımıza baxırıq. I saw the boy playing in the yard. Bəli, mən həyətdə oynayan oğlanı gördüm. Hər ikisi Z artiklı olur, çünki bilirik hansı oğlandan söhbət gedir, oynayan oğlandan, həyətdəki oğlandan. Ona görə Z artiklı veririk. She isn't the only child in the family. Bəli, burada da hər ikisi Z artiklı işlənir. Niyə? Çünki only sözü öyrənmişik, əzbərləmişik. Bu birləşmələri Z only olur və birlikdə işlənir. Only sözü, yəni tək nadir hallarda görə bilərsə. Məsələn, belə deyər ki, I'm an only child of the family, but Z only çox işlənir. 14-cü suala baxırıq. Reading is a wonderful way to exercise our mind and learn about the world. Bəli, a wonderful way. Baxın, way sözü var, sayıla bilən də ona görə article veririk. Learn about the world. The world da həmişə dünya sözü tək olduğu üçün, yeganə olduğu üçün Z article işlənir. 15-ci suala baxırıq. Saymayan isimləri istəyir bizdən. Baxaq, episode sayılır, people sayılır, does bəli sayılmır, knowledge sayılmır, advice sayılmır, amma P sayılır. 3, 4, 5 yadınızda saxlayın. P sözünü çox vaxt uşaqlar qarşı salır. Noxud sözü sayılır. 16-cı suala baxırıq. The dog's bones. Bir düzgündür, itin sümüyü. Sheep's olmaz. Sheep sözünün son 9-cu sinif 20 sayı imtahanının sonuncu
20-ci sınavında bunu izah etmişdim. Ship sözünün təki də cəmdə eynidir, es qəbul etmir. Residence protest, bəli, düzgündür. Rezidentlərin etirazı. Browns SSWS olmaz. Burada is verə bilmərik. Cavabımız 1, 3, 16'mız 1 oldu. 17'ye baxırıq. Choose a correct variant. Düzgün variant seçirik. We live near the Caspian Sea olmalıydı. Bu səhvdir. Alice is a lazy student. Səhvdir. There is a big difference between these phones. Bu telefonlar arasında böyük bir difference fərq var. Bəli, bu düzgündür. Molly is the worst olmalıydı. He's the fastest olmalıydı. Ona görə səhvdir. 18-ci suala baxırıq. Choose a pair of nouns in plural. Cəmdə olanlar istəyir. Tights, grapes, bəli, elə bəndir. Knowledge təkdədir. Athletics, billiards, axırında es olmasına baxmayaraq bunlar təkdədir. İdman növləri yadınızda saxlayın, təkdə olur. Pyjamas, gymnastics, baxın bu da idman növüdür. Gymnastics, tease, mouse təkdədir. Cavabımız olacaq ey bəndi. Keçək 19-cu sualımıza. Choose a correct compound nouns. Düzgün mürəkkəb isim istəyir bizdən. Cameraman, business, childhood bunlar təkdədir. AM, mail, worship, birthplace bəli bir bəndidir. Movement getdi. Environment burada pozur. Anniversary getdi. German getdi. Bunlar sadədir. Sadə yox. German sadədir. Anniversary düzəltmədim. Choose a correct variant. Düzgün variant axtarırıq. Yesterday's meeting. No, olmaz. Yadınızı saxlayın. Zaman zərfləri cəmlənməz. Cəmlik anlayışı isim ayrı bir şeydir. Niyə biz sayı zərfi cəmləyək ki? Buna diqqətli olun. Jack and Jane's mother düzgündür. Düzgün ismi yerlik aldı. 5 days oldu səhvdir. Axı saydan sonra isim cəmlənməlidir. İsim cəmlənməlidir. Yadınızı saxlayın. Cəmlik ancaq ismə məxsus bir şeydir. Mice and cat's tails siçanların və pişiklərin hərəsinin ayrı quyruğu var. Ona görə 4 səhvdir. 5 hours walk düzgündür. Cavabımız ey bəndi. 21'e baxırıq. A slice of advice. A slice of advice olmaz. A piece of advice olar. A loaf of rice yox. A loaf of bread olur. A sack of flour. A bottle of juice. Bəli, cavabımız C bəndi. Bunları əzbərləməlisiniz. Başqa yolumuz yoxdur. Choose a correct sentence. Düzgün cümləni seçirik. The disabled are waiting for their turn in the front of the bank. Bəli, bu düzgündür. The article olan zaman biz demişdik ki sifətlər isimləşir. The police showed the way to an old man. Police shows olmaz, showlardır. Cəmdə olmalıdır xəbər. The young respects, young sözü olan zaman yadınızda saxlayın ki cəmlənir. Ona görə respects yox, respect olar. The last course students niyə iz olsun ki? Are olmalıdır. A lot of tourists as tourists olmalıydı. Ona görə də bu cavabımız da səhvdir. Baxırıq mətnimizə. Natural gas escaping the Absheron Peninsula is the home to the Burning Mountain yanardağ, a rare geological site. Təbii qaz Absheron yarımadasında olan, baxın yarımada sözü artikılla işlənir, buna da diqqətli olun. The Absheron Peninsula yanardağın vətənidir. Və bu nadir geoloji yerdir. Natural gas escaping from the ground burns constantly here. Təbii qaz, yerdən çıxan təbii qaz burada davamlı speaking from the ground burns constantly here. Davamlı olaraq yanır. Travelers saw it thousands of years ago and wrote of natural flames that were never extinguished on the land at sea. Səyahətçilər minlərlə il bundan əvvəl bunu görmüşdülər və təbii odun yerdən necə çıxdığını yazırdılar. Yanardağ is a historical and nature reserve popular among visitors. Yanardağ tarixi və təbii rezervdir. Səyahətçilər arasında məşhurlaşan. It is a wonder and gift given by God. Bu Allah tərəfindən verilən möcüzə və hədiyyədir. Azerbaijan has been known as the land of fire for Absheron Peninsula because of many places where gas coming out of the ground starts to burn. Azərbaycan
Abşeron yarımadasında Land of Fire'dır. Land of Fire Alovlar ölkəsi, alovlar yeri kimi tərcümə olunur. Çünki burada because of many places where gas çox yerdən qazlar yanmağa başlayır. Nowadays there are about 12 such fires throughout the Republic. Bu günlərdə 12 belə alov respublikadan çıxır. Respublikada var. The Burning Mountain is in the north of Baku, not far from the village of Muhammad Ali on the Abşeron Peninsula. Yanardağ Bakının şimalında Muhammad Ali kəndi qəsəbəsindədir. Abşeron yarımadasında. The unique natural phenomenon was formed by the relief of the land and consists of mainly marsh gas, which comes to the surface under the strong pressure. Yeganə təbii fenomen olan bu yer əsasən bataqlıq qazından ibarətdir ki, bu da güclü bir təzyiqlə yerin altından çıxır. Other natural phenomena connected with gas eruptions include mud volcanoes. Başqa təbii fenomen qaz palçıq vulkanları da daxil olmaqla qazın partlaması ilə çıxır. Azərbaycan has the largest number of mud volcanoes in the world. Azərbaycan palçıq vulkanları ilə dünyada tanınır. They mainly consist of marsh gas and also of other hydrocarbons and effective gases. O həm də marş qaz və hidrokarbonat, yəni bataqlıq qazı, hidrokarbonlar və effektiv qazlardan ibarətdir. There are about 300 mud volcanoes in Azərbaycan. Azərbaycanda 300 palçıq vulkanı var. The biggest are Qalmaz, Toraqal and Böyük Kaniz Dağ. Ən böyük isə Qalmaz, Toraqay və Böyük Kaniz Dağdır. As a result of mud volcano activity, 8 islands have emerged in Baku archipelago. Palçıq vulkanının nəticəsində 8 adada Bakı arxipelaqı işə başlayıb, əmələ gəlib. Choose a correct statements according to the passage. Mətnə olaraq düzgün statement axtarın. Azərbaycan has become famous in the world as a land of fire. Bəli, yanar ocaq kimi tanınır. Alovlar ölkəsi kimi tanınır. The Burning Mountain in the south of Baku, not far from the Mashtar, not south, it is north, şimalındaydı, cənubunda değildi. Several travelers visited the land at sea and wrote about its natural flames. Bəli, çoxu səyahətçilər dənizdə ki torpağa baş çəkmişdir və təbii alov haqqında yazmışdır. Düzgündür. Burning Mountain is a geological site of Azerbaijan. Yanardağ Azərbaycanın geoloji sahəsidir. Cavabımız 1-3. 2 yox, 3 səhvdir. 1-4. 1-4. Bir dəqiqə səhv elədim. 24-də baxırıq. The passage is mainly about mətn nə haqqındadır? The activity of mud volcanoes, xeyr, aktiv palçıq vulkanları is a natural flames, təbii ocaq, yox. The history of yanardağ, yanardağın tarixi. One of the wonders of the world, bu daha yaxşı cavabdır. Dünyanın möcüzələrindən biri deməlidir. Choose the correct answer to the question according to the passage. What was the unique natural phenomenon formed by? Təbii fenomen necə yarandı? It was formed by the relief of the land. Bəli, torpağın relyefindən yarandı. Bəndidir cavabımız. Kənarda olan səslərə görə üzr istəyirəm. It was formed by the natural flames. Təbii alovla yarandı. It was formed by a large number of mud volcanoes. Palçıq vulkanlarla yarandı. Yox, yerin relyefindən asılıdır onun yaranması. Yenə də davam edək. 26-cı suala baxaq. Choose a correct variant that completes the sentence according to the passage. Other natural phenomena are connected with. Başqa təbii fenomenlər nə ilə əlaqəli idi? Gas eruptions, bəli, qazların partlaması. Natural reserve, no. A number of mud volcanoes. Azərbaycan Peninsula, yox. Azərbaycan yarımada deyil, Abşeron yarımadadır. Baxın, belə suallarla sizi asanlıqla
çaşdıra bilər. Diqqətsiz tələbələrimiz təəssüf ki, buna fikir vermir. 27-ci suala baxaq. What else? Write the answer to the question by expressing your opinion according to the passage. Write at least 3 sentences. What else is Azerbaijan famous for? Azerbaijan is famous for, belə yaza bilərik. Belə yaza bilərik ki, Azerbaijan is famous for its yanardağ. Bir dəqiqə, qələmi götürək. Azerbaijan. Okay, ne yazılır? Yazabilirim. Nasıl şahit edeyim? Azerbaijan is famous for its... Biri yazma olur. Ha. Yazabilirik. Azerbaijan is famous for its... Azərbaycan özünün yanardağı ilə məşhurdur. Sonra Land of... Sonra nə ilə məşhurdur? Nə oxuduq buralarda? Mud Volcanoes da məşhurdur. 3 məşhurluğunu istəyir bizdən. Palçıq vulkanları ilə məşhurdur və nə ilə məşhurdur? Başka ne var idi? Activate Island Terminal. Natural Flames. Burning Mountain. Bəli, Burning Mountain yazabilirik. Yanardağ ilə məşhurdur. Burning Mountain, bu olsun sizin neçənci sualınız. Bunu getirək yazaq. Bu biraz böyük oldu, böyle kısaltabilirik mi? Bunu belirlesek. Yok. Belirleyeceğim. Bilin ki bu 27. sualın cevabıdır. Keçək 28'e. Natural gas escaping yanardağ, which təbii qaz yanardağı escaping from the ground burns, which ground burns consistently, ground burns consistently. Bak bunların hamısı mətnin içində var, constantly. Oy, nerede yazmışım? Burns. Ground burns constantly. Bunu da getirip buraya yazaq. Unique. Write the close meaning of the word unique. İkinci passage unique sözünün yaxın mənası R'ya idi, səhv etmirəmsə. Yenə də baxaq. Azerbaijan has been known as the land of fire, or because of where gas coming to burn throughout the republic, the north. The unique natural phenomenon nə istəyirdi bizdən? Unique sözü ilə işlənən close meaning, yaxın mənasını istəyir. Which constitutes under strong pressure. Azerbaijan has been known as the land of Kazan. Bəli, burada unique sözünə yaxın mənasız R'ya olar. 30-cu suala baxırıq. The occasion when burning rocks are thrown out from the volcano. Occasion, bu eruption olacaq, bəli. Vulkanların çıxması, eruption. Bəli, burada 30-cu sualımızın cavabı isə eruption olacaq. Bunu geçirək bura, eruption. Bəli, belə. Əgər suallarınız varsa, şərhlərə yaza bilərsiniz. Kanalımıza abunə olub, like etməyi unutmayın. Bunu da qeyd edək. Belə. Hələlik.